Biz sizdən artıq yeni bölməyə, internet bölməsinə başladıq. Deməli, internet bizim gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilibdir. Hətta belə deyək də, müəyyən mənada gündəlik həyatımızı internetsiz təsəvvür etmək çətindir. Bu dərsdə biz sizdən incələyəcəyik ki, internet necə yaranıb, nə zaman yaranıb, internetə qoşulmanın hansı üsulları var və internetdə belə deyək, kompüterlərin bir-birinə qoşulması necə baş verir? Yəni necə olur ki, biz hansısa bir sayta girə bilirik? Gəlin başlayaq. Birinci onu deyim ki, internet ilk olaraq hərbi məqsədlər üçün yaradılmışdır. Amerika hərbi qüvvələri öz hərbi hissələri arasında informasiya mübadiləsini təmin etmək üçün Amerikalı universitetlərə sifariş veriblər ki, kompüter arasında əlaqə yaratmanın yolunu tapın. Nəticədə ARPANET meydana gəlibdir. ARPANET sonradan mülki məqsədlər üçün istifadə olunan internetə çevrilmişdir. Yəni ilk olaraq bizdə belə deyək, o meydana çıxanda ARPANET olaraq adlanırdı. İnternet bütün dünyada milyonlarla kompüteri birləşdirən dünyanın ən böyük qlobal şəbəkəsidir. Aydındır bu? İnternetə bağlanmanın çoxlu yolları var. Yəni ondan artıq növü var. Biz sizlə bir neçəsinə baxacağıq burada. Bütün bu bağlanmalar provayderlərin köməkliyi ilə, provayderlər vasitəsilə həyata keçirilir. Nədir provayder? Provayder şirkətdir. Hansı ki, bu şirkət internetə çıxış hüququ alır. Yəni internetə çıxış üçün şlüzü var və müəyyən məbləğ qarşılığında bizə öz üzərindən internetə qoşulma imkanı təklif edir. Müxtəlif provayderlərdə xidmət haqqı müxtəlifdir, xidmətin keyfiyyəti müxtəlifdir. Ona görə yəni seçimimiz var, istədiyimizi seçə bilirik. Misal üçün bir neçəsinin adını çəkim ki, provayder deyəndə ola bilsə sizə biraz qaranlıq qalır. Azər Online tutaq ki. Yəni bir çoxumuzun bu dəqiqə hazırda istifadə etdiyimiz provayder Azər Online'dır və yaxud da Bak Telekom var və s. Müxtəlif provayderlər. Adicə mobil operatorlar da hazırda provayder xidməti göstərir. Tutaq ki, Baxsel olsun, Azərsel olsun, provayder xidməti göstərirlər. Aydındır bu? Yəni provayder nə oldu? Provayder şirkət oldu. Bizə internetə çıxış hüququ verən şirkət oldu. Yaxşı. Bizdə internetə qoşulmanın yolları çoxdur. Biz hansı yol seçəcəyimiz bizim kompüterin imkanlarından və qoşulduğumuz provayderin imkanlarından asılıdır. Müxtəlif üsullar var. Deməli, dialog bağlantı var, ayrılmış xətt var, ADSL var, kabel televiziyası, peyk rabitəsi və s. İndi biz bunları bir-bir incələyək, hansının özəlliyi nədir? Nə üçün bunu seçə bilərik? İlk öncə bizdə gəlir, belə deyək, telefon xətti vasitəsilə qoşulma. Burada bizdə dialog və geniş zolaqlı qoşulma növləri var. Dialog ilk çıxanda istifadə olunan, yəni internetə qoşulma falan, belə deyək, yayılan vaxtlar istifadə olunan üsuldur. Hazırda günümüzdə demək olar ki, istifadə olunmur. Nəyə görə? Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, internetin sürəti, yəni şəbəkənin informasiyanın ötürülmə sürəti çox aşağıdır. İkinci ondan ibarətdir ki, bizdə telefon xətti vasitəsilə qoşulur və biz eyni vaxtda hər ikisini istifadə edə bilmirdik. Yəni həm internet, həm telefon istifadə edə bilmirdik. Sən əgər internetdən istifadə edirsən, müəyyən bir kod var idi, yığırdın, internetdən istifadəyə qoşulurdun və artıq sənin telefonun, söhbət ev telefonundan gedir. Ev telefonu məşğul görsənirdi. Kimsə saat zəng edirsə məşğul idi. Və yaxud da əksinə, mobil nədir? Ev telefonundan istifadə edirsənsə, sən artıq internetdən istifadə edə bilmirdin. Bu iki səbəbdən bizdə dialog bağlantısı artıq istifadə olunmur. Dialog bağlantısında modemlər şəbəkəsindən istifadə olunur. Bir dəqiqə. Modemlər qrupundan istifadə olunur. Bir modem bağlıdırsa qrupda digər modem vasitəsilə internetə qoşulma həyata keçirilirdi və buradan nəticəyə gəlirik ki, modemlərin sayı nə qədər çox olarsa, bizdə internetə qoşulmanın keyfiyyəti də o qədər yaxşı olurdu. Daha sonra bizdə dedim ki, bu sürət məsələsi, əsas sürət məsələsi. Çünki texnologiya inkişaf elədikcə istifadə olunan informasiyanın həcmi artır. Yəni mən məsələn siz yaşlı olanda bizim üçün 150-200 kilobayt bir şəkil üçün adi
həcm idisə, artıq sizdə məsəl üçün telefonlarınızın çəkdiyi 2 megabayt, 3 megabayt, 4 megabayt və daha artıqdır. Yəni informasiyanın həcmi, mən bu sadə bir misal olaraq göstərdim. İnformasiyanın həcmi getdikcə artır, keyfiyyət artdığına görə həcm artır. Və bunun üçün də bizə daha sürətli ötürmə vasitələri lazımdır. Dialog bu işə yaramadı. Ona görə də bizdə keçid olundu geniş zolaqlıya. Çünki dialogda təxmini 28-50 kilobit arası saniyədə sürətlə ötürülürdü. Bu da çox aşağıdır. Keçdik biz onda deməli geniş zolaqlı bağlantıya. Geniş zolaqlı bağlantının da müxtəlif qoşulma üsulları var. Yenə telefon xəttindən DSL, Digital Subscriber Line adlanan DSL bağlantının köməyi ilə və yaxud da kabel televiziyasının köməyi ilə və s. bunlarda baxacaq. Birinci bizdə gəlir DSL. DSL-də artıq bizdə sürət artdı. 2-4 megabitdən artıq sürətlə qoşulmaq mümkün oldu. Və qoşulma texnologiyası belədir. Artıq bizdə ADSL splitterdən istifadə olunmağa başladı. ADSL splitter, bax burada gördüyünüz bu qurğunun adıdır. Fikir verir ki, evə gələn xət qoşulur birinci nəyə? ADSL splitterə. Splitterdən bir xət gedir telefona, bir xət də gedir modemə. Necə işləyirdi splitter? Modemdən gələn siqnalları və telefondan gələn siqnalları tezliyinə görə ayırıb eyni xətdən göndərə bilirdi. Nəticədə biz həm qoşulmanın sürəti artırdı, həm də ki eyni vaxtda biz həm telefondan, həm də ki internetdən istifadə edə bilirdik. ADSL splittir. Gələn dərs yadıma düşsün, gətirəcəm ADSL splittir. Təxminən kibrit karabkası boyda, kibrit qutusu boyda qurğudur. Bu dəqiqə yəqin ki əksəriyyətinizdə evdə fibrooptik xəttdən gəlir internet. Telefon xəttindən qoşulan var bu dəqiqə? Məncə yox. Hə, var evdə, gətirəcəm. Qurğu var, gətirəcəm gələn dərs. Nəysə, ADSL splitterin nə olduğunu bildik. Bizdə DSL qoşulmada istifadə olunur. Sürət bölünür. Bax, burada da yazıbdır. Modemdən gələn siqnalların tezliyi 26 kHz-dən 1,4 MHz-ə qədərdir. Amma telefon xəttindən gələnlər daha aşağıdır. 0,3, 3,4 kHz arasıdır və bunu da eyni xətdən göndərmək mümkündür. 24 megabitə qədər sürət artır və bu qoşulmada sürət nədən asılıdır? 1. Kabelin uzunluğundan, yəni nə qədər qısa məsafə ötürülürsə, o qədər sürət çox olur. Bir də kabelin en kəsiyinin diametrindən. Yəqin ki, fizikadan da bilirsiniz ki, en kəsiyinin diametri çox olan naqillərdə daha çox enerji ötürmək mümkündür. Eləcən də burada da en kəsiyi daha çox olan, en kəsiyin diametri daha çox olan naqillərdə daha çox informasiya ötürmək mümkündür. Sonra bizdə gəlir kabel televiziyası, daha doğrusu televiziya kabeli vasitəsilə. Məsəl üçün, bu harada istifadə olunur? Əgər hansısa bir evdə telefon xətti yoxdursa, internetə qoşulma televiziya kabeli vasitəsilə olur. Necə? Televiziya kabeli qoşulur bizdə kabel modeminə və televizora. Kabel modemindən də bizdə kompüteri LAN kartına, yəni daha doğrusu kompüteri internetə birbaşa internetə qoşmaq mümkündür. Qısası, texnologiya demək olar ki, oxşardır. Birində ev telefonuna qoşulurdu. Ev telefonuna deyəndə daha doğrusu evin telefon xəttinə qoşulurdu. Birində də evin televiziya xəttinə qoşulur. Oxşar texnologiyalardır. İstifadə olunur, yenə deyirəm, telefon olmayan yerlərdə. Sonra bizdə gəlir GPRS. GPRS mobil şəbəkədə artıq. Telefonlarda istifadə edirsiniz. 3G deyirsiniz, 4G deyirsiniz, 5G deyirsiniz. Bunlar hamısı GPRS-dir. GPRS-in digər bundan əvvəlkilərdən üstün cəhəti nədir? Mobilliyi. Yəni, məsəl üçün, səndə tutaq ki, ADSL qoşulmadır evdə, Wi-Fi-niz olsa da, evə yaxın ərazilərdən qoşula bilsən internetə, düzdürmü? Wi-Fi-ni tutduğu ərazilərdə. Amma GPRS-də səndə artıq mobil qurğun, yəni smartfonun və yaxud da planşetin fərqi yoxdur. Belə deyək, mobil rabitəyə qoşulur. Mobil şəbəkənin tutduğu istənilən yerdə, yəni mobil şəbəkəyə qoşulmanın mümkün olduğu istənilən yerdə biz internetdən istifadə eləyə bilirik. Aydındır bu da. Mobil şəbəkələri biz qabaqda dərslərimizdə keçəcəyik. Necə qoşulur, belə deyək, hücrəsəl deyirlər də, qoşulma nədir və s. Bunları keçəcəyik ətraflı olaraq.
Və mobil rabitə bu dəqiqə günümüzün ayrılmaz bir hissəsidir. Əksəriyyətimiz mobil internetdən istifadə edirik. Baxmayaraq ki, əlavə də evdə internetimiz var. İnternetimiz deyil, aslında internetin çıxışımız deyil. Biraz deyəndə eğilimi, dilimiz örgəşib internetim var, mənim internet belə elə. Əslində internetə çıxışdır. İnternetim var, yox, internetə çıxışım var. Sonra bizdə gəlir ayrılmış kabel. Ayrılmış kabel nədir? Ayrılmış kabeldə digər əvvəlcə saydıqlarımız istər televiziya kabeli olsun, istər telefon xətti olsun, bundan fərqli olaraq evə gələndə birbaşa gəlir kompüterə qoşulur. Yəni providerdən birbaşa bizim kompüterimizə gələn kabeldir. Yəni başqa bir funksiyası yoxdur, başqa bir işə xidmət etmir. Yalnız bizim kompüteri birbaşa qoşur nəyə? Providerə. Aydındır? Sonra müxtəlif belə deyək, simsiz texnologiyalarında istifadə olunur. Məsəl üçün Wi-Fi-dir, lokal məkanlarda istifadə olunur. Wi-Fi-dir, WiMAX-dir. Bunlar haqqında da daha əvvəlki dərsdə danışmışıq. Peyk rabitəsi. Peyk rabitəsi yerin stasionar orbitində yerləşən peyklər vasitəsilə aparılır. Peyk rabitəsinin, yəni peyk vasitəsilə informasiyanın ötürülməsinin iki növü var. Bir tərəfli, iki tərəfli və yaxud da digər adından desək, bir tərəfli bizdə asimetrikdir, iki tərəfli bizdə simmetrikdir. Nədir bunlar? Deməli, əgər biz informasiyanı alırıqsa peykdən və ötürəndə də peyk vasitəsilə ötürürüksə, bu iki tərəflidir. Yəni, peykdən əlaqə iki tərəflidir. Həm alırsan, həm ötürürsən. Bu simmetrik adlanır, iki tərəfli və yaxud da simmetrik. Yox, əgər sən təkcə alırsansa və ötürməni yerüstü vasitələrdən həyata keçirirsənsə, bu asimetrikdir və yaxud da bir yönlü, bir tərəflidir. Misal olaraq göstərmək olar ki, cross antenaları var da yəqin ki, düzdür? Peyk antenaları deyirik də ona. Peyk antenaları informasiyanı peykdən alır, nəyin vasitəsilə ötürür? Məsələn, televizorunuzda nəyin vasitəsilə ötürür? Kabel vasitəsilə. Düzdür? Peykdən aldı, yerüstü ötürmə vasitələri, yəni kabellə və ya hər başqa bir vasitə ilə ötürmüş oldu. Bu bizdə asimetrikdir. Keçək ünvanlama və protokollar. Belə bir şey deyim. Kompüter nədir? İnternetə qoşulan qurğular müxtəlifdir. Yəni, müxtəlif firmaların, müxtəlif funksiyalı, müxtəlif texnologiyalı qurğularıdır. Amma bu qurğular internetə qoşulan zaman hamısı bir-birini belə deyək, başa düşürlər. Yəni ki, nə dediklərini anlayırlar. Nəyə görə? Çünki hamısı müəyyən standartlara uyğun olan protokollardan işləyir. Yəni ki, TCP/IP protokollar modeli deyirlər. TCP/IP modelindən işləyir. Protokolun nə olduğunu demişdik. Kompüterlər ünsiyyət üçün nəzərdə tutulmuş qaydalar toplusudur. Hamısı bu qaydalara tabe olduğuna görə bütün bu müxtəlifliyə baxmayaraq hamısı bir-birini başa düşürlər. İndi gəlin sizdən TCP/IP modelinin nədən ibarət olduğunu, hansı pillələrdən, hansı hissələrdən və hansı pilləsində hansı protokoldan istifadə olunduğuna baxaq. Bu vacib hissədir, buna diqqət etmək lazımdır. Deməli, TCP/IP modeli əslində iki protokolun adından götürülür. TCP Transmission Control Protocol, bir də IP internet protokol sözlərinin birləşməsindən əmələ gəlir TCP/IP modeli. Bizdə 4 səviyyəsi var. Ən üst səviyyədə tətbiqi proqram səviyyəsi, səviyyələri və protokollar mütləq yadda saxlayın. Ən üst səviyyəsi bizdə tətbiqi proqram səviyyəsidir. HTTP-dir, RTSP-dir, FTP, FTP məsələn file transfer protokol, HTTP hypertext transfer protokol və s. Bunları baxacaq, şəbəkələrdə baxacaq bu dərsə. Deməli, proqramlar səviyyəsində işləyir. Məsəl üçün, brauzerlərdən biz açanda brauzeri görürsünüz, saytın URL ünvanının qarşısında HTTP yazılır. Düzdürmü? O göstərir ki, bu hipermətnlərdən ibarət bir saytdır, web səhifədir. Və yaxud da faylların göndərilməsi üçün FTP var ki, faylları göndərir. Daha sonra, ən üst səviyyədən sonra bizdə gəlir nəqliyyat səviyyəsi TCP bəradı çəkilən Transmission Control Protokoldur və UDP-dir. Sonra internet səviyyəsi gəlir ki, bizdə burada əsas ünvanlama burada gedir. IP-dir, internet protokol. İndi IP ünvanlara baxacaq. Sonra da gəlir bizdə kanal və ya fiziki səviyyə. Burada da yəni sırf göndərildiyi mühitdir və s. götürülür ki, Ethernet. Ethernetdə dedik ki, hansı topologiyaydı? Şin.
Tokyo-Ring də var. Bu da bizdə belə deyək, arkitekturadır, Ethernet kimi. Tokyo-Ringdə də hansı topologiya olacaq? Ring var adında. Halqa topologiyası. Və digər protokollar var ki, bunları sizdən gələndə soracağım əzbər cədvəli. Keçdik. TCP-də ötürülmə, informasiya ötürülməsi necə baş verir? İlk olaraq iki kompüter arasında müəyyən portlar üzrə bağlantı qurulur. Fərqi yoxdur, istər LAN portu olsun, istər Wi-Fi adapter vasitəsilə olsun və s. Əlaqə quruldu kompüter arasında. Düzdürmü? Sonra informasiyanı göndərən kompüterdə informasiya paketlərə ayrılır və sonra həmin paketlər informasiyanı alan kompüterə ötürülür və paket ötürülməzdən əvvəl paketdə ayrılmış paketlərin siyahısı və ardıcıllığı göstərilir. Və digər kompüter, yəni informasiyanı alan kompüter paketləri tamlığını yoxlayır, yəni hamısı gəlibmi? Gəlməyibsə, yenidən sorğu göndərib qalanları da alır. Gələndən sonra verilmiş qaydaya əsasən aldığı paketləri birləşdirir və informasiyanı bizə təqdim edir. Belə deyəndə biraz anlaşıqsız gələ bilər. Əslində nə təqdirsiniz? Belə deyək, mən sənə video göndərirəm, tutaq ki, düzdürmü? Mən göndərəndə videoda nə tər görsədir? Yavaş-yavaş getdiyini görsədir də. Çünki məndə artıq paketlərə bölünür, həmin paketlərin bir hissəsi sənə göndərilir. Eləcə də sən də o videonu yükləyirsən, alandan sonra yükləyirsən, tutaq ki, WhatsApp-da yükləyirsən, ya hansısa başqa bir şeydir, fərqi yoxdur. Fikir verirsən, orada yavaş-yavaş yüklənir də, belə deyək. Video nəyə görə deyirəm? Videonun həcmi adətən biraz böyük olur. Çünki məsələn şəkildir və yaxud da mətndir, anidən gəlir. Onu yəni görmək biraz, yükləndiyini görmək biraz çətin məsələdir. Videolarda amma yükləndiyini görürük. Yüklənmə nədir? Kompüter və yaxud da smartfon qurğu da, internetə qoşulmuş qurğu. Baxır ki, paketlər tamdırmı? Yox. Yenidən qalanlarını istəyir. Ta ki, tam olana qədər qalanları, yerdə qalanları ala-ala durur və tam olandan sonra birləşdirir, fayla çevirib bizə təqdim edir. Aydındır? Yəni, belə daha məncə anlaşıqlıdır. Belə deyək, kompüterlər dedik ki, şəbəkədə birləşirlər və şəbəkədə hər bir kompüterin unikal, təkrarlanmayan ünvanı var. Bu ünvanlara biz IP ünvan deyirik. IP4 ünvanları var, bir də IP6 ünvanlar var. IP4 ünvanlar bizdə 4 hissədən ibarətdir. Bura baxaq. 4 hissədən ibarətdir. Bir-birindən nöqtə ilə ayrılmış 4 ədəd onluq ədəddən ibarətdir. 4 dənə onluq ədəddən ibarətdir. Hər bir ədəd 0-255 arasındadır. Yəni ki, 0-ı da götürür, 255-i də götürür. Aydındır? 0 qiymətli ala bilər, 255 ala bilər. Burada cəmi neçə dənə oldu? 256 dənə. 256, 8 üstü neçədir? 2 üstü neçədir? 8. Deməli, hər biri 8 bitdir. Düzdür? Hər biri 8 bitdir. Düzdürmü? Onda bir IP ünvanı neçə bit olur? 32 bit olur. Aydındırmı? Və cəmi neçə IP ünvanı mövcud ola bilər? 2 üstü 32 sayda. Və yaxud da 256 üstü 4 sayda. Baxır, Hasım Məmmədə nətər göstərilir. 2 üstü 32 çevirə bilirsiniz də, yəni ki, başqa qüvvətlərə. Aydındır bu? İndi maraqlı budur. Bura bax, bizdə saytlara giririk, tutaq ki, düzdürmü? Saytlardan istifadə edirik. Həmin saytlar hansısa kompüterin yaddaşında yerləşir. Hansısa serverin və yaxud da kompüterin və hər birinin ünvanı var. Və biz həmin sayta müraciət eləmək üçün həmin ünvanı göstərməliyik. Tutaq ki, belə bir ünvan göstərməliyik. Kimsə ha vaxtsa belə bir ünvan yığıbdır. Biz saytların adını yazırıq da, düzdür? Məsəl üçün ki, Dimgo Vaz. Misal üçün. Bəs bu necə olur ki, biz adları yazırıq, amma bizdə bu ünvanlardan istifadə edib. Bu bizdə DNS, Domain Name System-in sayəsində baş verir. DNS-də hər bir saytın IP ünvanına bir ad qarşı qoyulubdur. Sən adı yazanda IP ünvanı girir. Əgər saytın IP ünvanı yazsan, bilirsənsə, IP ünvanı yazıb da girə bilərsən ad əvəzinə. Amma biz əksəriyyətin ədədlər yadda saxlamaq çətin olduğuna görə əksərən saytdan adını yazırıq. DNS orada saytın adını çevirir
ünvana və həmin ünvanda olan kompüterdən, həmin ünvana malik kompüterdən əlaqə qurmuş olur. Aydındır bu? Buyur. Ha? Necə? O ayrı. Modemin kodu lokal şəbəkədə adətən 192.168.1.1 ya da 1.0 belə bir şey olur. O ayrı. O da şəbəkəyə, modem də şəbəkəyə qoşulmuş qurğudur və kompüterdə kimi onun da ünvanı var. Sən o ünvanı yazanda modemə qoşulmuş olursan birbaşa. Kompüteri dəyişdirmək. Necə? Kompüterin yenisi dəyişdirmək. O hansı yenisindən? Onu dərsdən sonra, bu dərsi izah edeyim çünki tələsənlər var. Dərsdən sonra müzakirə edərik. Olar? Bura baxırıq. Bizdə saytların adı müxtəlif hissələrdən ibarətdir. İlk bizdə gəlir, hansı protokoldan istifadə olunduğu, indi qabaqda protokol yazılır, HTTPS falan gəlir. Sonra hansı internet xidmətindən istifadə olunduğunu bu qabaq dərsdə baxacaq. Daha sonra isə sayt kiçik-kiçik hissələrdən ibarət olur. Buna deyirlər domen adlar. Domen adlar. Domen adların özlərinin mənası var. Ölkələrə aid domen adlar var. Coğrafi domen adlar deyə ölkələrə aid. Məsələn, ad harandır? Azərbaycanın. Türkiyənki nə oldu? TR. Məsələn, Rusiyanki RU. Ukraynanki UA. UK, yəni UK, United Kingdom, İngiltərənin. Bəs DE haranındır? Deutschland, Almanya. Almanya. Deutschland yazılır hər tərəf desək. Onu dəqiq bilmirəm. İnternetdə maraqlanmaq olar. Nəysə, bunlar ölkələrə aid domen adlardır. Bir də şirkətlərə aid domen adları var. Yəni qurumlara daha doğrusu belə deyək. Dövlət qurumlarının belə deyək, domeni, dövlət qurumlarının domeni burada qeyd olunub bu. Qeyd olunub, burada tapanmadı. Azdan aşağı emin var. Hə, Gov. Dövlət qurumlarının saytlarının domeni Govdur. Məsələn, DIM.gov var, görürsünüz. DIM.gov az, onu göstərir ki, az Azərbaycanın dövlət qurumudur, Govdur. Government sözündəndir. Sonra bizdə var kommersiya təşkilatları, yəni ki, sayt üzərindən pul qazanan təşkilatlar kommersiya.com-la işarələnir. Təhsil, education bizdə edu ilə, edu domenindən istifadə edir. Məsələn, org var, organization, belə deyək, sayt üzərindən pul qazanmayan qurumlara aiddir, org yazılır və s. Müxtəlif domenlər, military var, məsələn, hərbi məqsədlər üçün istifadə olunur və s. Aydındır? Yaxşı. Sayta ad seçəndə bir neçə qayda var ki, birinci qayda odur ki, saytın adı saytın məzmununa uyğun olmalıdır. Yəni, saytda baxan kimi adam bilməlidir ki, bu saytda nədən bəhs olunur? Bu bir. İkinci, ad qısa olmalıdır, mümkün qədər. Mən Heydər Əliyev mərkəzində işləyəndə saytımızın adı belə idi. Sıhamkir Haydar Aliyev Center. Yəni, sayt üçün uzun addır. Və onu hər dəfə yazıb girmək çətin idi. Daha qısa ad seçmək lazımdır. Və bir də ki, saytın adında mümkün qədər İngilis əlifbasının hərflərindən istifadə etmək lazımdır. Yəni, başqa adlardan yox, başqa hərflərdən yox. Saytın URL ünvanı var. İnternet resurslarında URL ünvanından istifadə olunur girərkən. Link deyirsiniz siz buna qısa olaraq. Burada bir nümunə göstərilibdir. Bayaqlar dediyim budur, bax. Hansı protokoldan istifadə olunur? HTTPS, Hypertext Transfer Protocol Secure. HTTPS protokolundan istifadə olunur. www xidmətidir, yəni internet xidməti, saytlarla əlaqəli, World Wide Web. Sonra da saytın adı gəlir. Saytın adı domenlərlə bir yerdə budur, domen adlarına bir yerdə. Daha sonra bizdə slashlərdən səhifələr ayrılıbdır. Yəni, bu saytın news, xəbərlər bölməsində hansısa bir səhifə. Aydınmı? Hansısa bir səhifənin adı, ünvanı. Okey. Kimin sualı var?